Sabahınız xeyir Vəfa. Artıq sizin də qeyd etdiyiniz kimi biz Yaxın Şərqin mühüm siyasi və diplomatik mərkəzlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəyik. Burada müxtəlif ölkələri təmsil edən qadın parlamentarlərin beynəlxalq toplantısı keçiriləcək. Toplantının əsas məqsədi qadınların qanunvericilik orqanlarında rolunun gücləndirilməsi, siyasi qərarların qəbulunda daha fəal iştirakının təşviqi və gender bərabərliyinin qanunvericilik səviyyəsində təmin olunmasıdır. Tədbir qadın liderlərin yalnız milli deyil, həm də regional və qlobal miqyasda əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir. Toplantıda qadın hüquqlarının müdafiəsi, sosial siyasət, təhsil, səhiyyə, dayanıqlı inkişaf, eləcə də müasir çağırışlar fonunda qadın parlamentarlərin üzərinə düşən məsuliyyətlər müzakirə olunacaq. Panel müzakirələri zamanı iştirakçılar öz ölkələrinin təcrübələrini bölüşəcək, qanunvericilik təşəbbüsləri və uğurlu islahat nümunələri təqdim ediləcək. Əbu-Dabidə keçirilən bu toplantı eyni zamanda parlament diplomatiyasının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qadın parlamentarilər arasında qurulan dialoq gələcəkdə birgə layihələrin və beynəlxalq təşəbbüslərin formalaşmasına zəmin yaradacaq. Qeyd edək ki, qadınların siyasi proseslərdə fəallığının artması cəmiyyətin ümumi inkişafına, sosial ədalətin möhkəmləndirilməsinə və inklüziv idarəetmənin formalaşdırılmasına mühüm töhfə verir. Məhz bu baxımdan Əbu-Dabidə keçirilən toplantı qlobal miqyasda qadın liderliyinin təşviqi istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir. Toplantının sonunda iştirakçı ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və qadınların siyasi təmsilçiliyinin artırılmasına yönəlmiş birgə çağırışların ediləcəyi gözlənilir. Vəfa, hələlik məndən bu qədər. Mən bugün Əbu-Dabidə keçiriləcək toplantı barədə ilkin məlumatları sizə çatdırdım. Toplantı bir qədər sonra başlayacaq və toplantının gedişində qəbul edilən qərarlar, eləcə də aparılan müzakirələr barədə növbəti xəbər buraxılışlarında tamaşaçılarımızı məlumatlandırmağa çalışacağıq.